Ya Allah, Samirə şəhərində İmam Həsən Əsgəri əleyhissalam və İmam Əli Nəqi əleyhissalamın hərəminin yaxınlığında bir məkan vardır ki, bu yerin adı Sərdabə adı ilə məşhurdur. Sərdabə İmam Hadi əleyhissalam və İmam Həsən Əsgəri əleyhissalamın mütəhhər hərəmlərinin şimal-qərb tərəfində yerləşir. Bu yer İmam Hadi əleyhissalam, İmam Həsən Əsgəri əleyhissalam və İmam Mehdi Cəlallahu Fərəcəyə məxsus Samirradakı evin zirzəmisidir. Onun müqəddəsliyi məsum imamlara aid olmasından irəli gəlir. O dövrdə xüsusilə İraq kimi isti iqlimli bölgələrdə evlərin altında sərinlik üçün sərdabələr tikmək adət idi. İmam Mehdi Cəlallahu Fərəcə bu evdə dünyaya göz açıb və müəyyən müddət burada yaşamışdı. Bu sərdabənin böyük hörmətlə yad edilməsi 12 imamdan 3-ünün burada namaz qılmasıdır. Tarixi rəvayətlərə görə İmam Mehdi Cəlallahu Fərəcə qeybətindən əvvəl son dəfə burada görüldüyü bildirilir və imamın mənəvi izlərinin olduğu mübarək bir məkan olaraq xatırlanır, ziyarət olunur. İmam Həsən Əsgəri əleyhissalam şəhadəti yetirildikdən sonra Abbasi xəlifəsi Əl-Mötəmid onun övladı olan İmam Mehdi Cəlallahu Fərəcəni tapmaq üçün geniş axtarışa başlamışdı. Rəvayətlərə görə həmin zamanda İmam Mehdi Cəlallahu Fərəcə Allahın izni ilə qeybə çəkilmiş və qeybət dövrü başlamışdı. Tarix boyu Sərdabə inancılar tərəfindən müqəddəs ziyarət kimi tanınıb, lakin bəzi dövrlərdə buraya giriş məhdudlaşdırılıb. Sərdabənin ilkin inşası Abbasilər xilafəti dövrünə aiddir və ora müxtəlif dövrlərdə təmir edilmişdi. Sərdabə həmçinin İmam Hadi, İmam Həsən Əsgəri əleyhissalamın hərəminin bir hissəsi kimi qorunmuşdu. Lakin 2006-cı ildə müqəddəs hərəmə edilən terror hücumu nəticəsində Sərdabə də müəyyən zərər görmüşdü. Bu gün Sərdabənin xüsusi mənəvi dəyəri olduğu üçün İmam Həsən Əsgəri əleyhissalam və İmam Əli Nəqi əleyhissalamın ziyarətinə gələnlər Sərdabəni müqəddəs bir məkan olaraq böyük hörmətlə ziyarət edir. Allah bütün arzusunda olanlara bu mənəvi məkanları ziyarət etməyi nəsib etsin.